Aha, Avrasiya materikinin relyefi haqqında danışaq. Deməli, Avrasiya materiki Avropa, deməli, Ural dağlarına qədər uzanır. Piriney yarımadasından Ural dağlarına qədər. Avropanın ucqar nöqtələri şimalda Nortkin, cənubda Mərakeş, qərbdə Roka, şərqdə isə Ural dağlarının ətəkləridir. Nortkin Norveçdə yerləşir, NN-da. Bura belə işarə eləyirsiniz, yazırsınız Norveç. Sonra Piriney yarımadasında deməli həm Roka, həm Mərakeş burunları yerləşir. Roka burada deməli Portuqaliyadadır. Mərakeş burnu isə İspaniyanın ərazisində yerləşir. Deməli burada relyefinə görə bölünür, deməli Qərbi Avropaya və Şərqi Avropaya. Qərbi Avropa özü də şimal, orta və Cənubi Avropaya bölünür. Bura isə deməli Şərqi Avropadır. Şərqi Avropada bölünür, deməli Baltikyanı ərazilər, Orta Avropa və Mərkəzi Avropa burada və Cənub Şərqi Avropa regionuna bölünür. Belədir ki, deməli başlayaq Şimali Avropadan. Burada Skandinaviya yarımadası əsas yer tutur. İslandiya da burada yerləşir region olaraq. Skandinaviya yarımadasında eyni adlı dağ sistemi uzanır. Ən hündür zirvəsi Qalxan Pingendir, 2469 metr. Deməli, burada Danimarkanın yerləşdiyi yer Jutlandiya yarımadasıdır. Deməli, Skandinaviya yarımadası 20.000 il əvvələ qədər buzlaqlarla örtülü olmuşdu. Sonra bu buzlaqlar ərimiş və buradakı bu körfəzlər su ilə dolmuşdu. Deməli, bu dar, dərin körfəzlərin su ilə dolmasına fiordlar deyilir. Fiordlar testlərdə görəndə deməli götürəcəksiniz Şimali Avropa regionu üçün. Mərkəzi Avropanın bu hissəsində, Şimal dənizi sahillərində, Niderland məsəl üçün sahillərində polderlər var. Polderlər deyəndə götürürük bu hissəni. Polder nə deməkdir? Deməli, dənizin insanlar tərəfindən qurudularaq düzənliyə çevrilmiş hissəsidir. Burada mürəkkəb mühəndis qurğularından istifadə olunur və deməli, dəniz qurudularaq düzənliklərə çevrilir. Deməli, bu ən çox Niderlandda istifadə olunur. Ölkənin ərazisini bu vasitə ilə xeyli böyütmüşdülər. Deməli, Orta Avropaya həmçinin Böyük Britaniya və İrlandiyada aiddir. Sonra Cənubi Avropada əsas relyef formaları Piriney yarımadasıdır. Burada Apenin, burada isə Balkan yarımadasıdır. Bu yarımadalarda eyni adlı dağlar var. Məsələn, burada Piriney dağları var. Bu hissə İspaniyanın bu hissəsində Əndəlüs dağları, Apenində Apenin dağları, Balkan yarımadasının bu hissəsinə Dinar dağlarını qeyd eləyin. Burada isə Balkan dağları var. Sonra burada Qövsvari Karpat dağları, İtaliyanın şimal qərbində isə Alp dağları yerləşir. Alp Qərbi Avropanın ən hündür nöqtəsidir. Ən hündür zirvəsi Mont Blanc 4807 metrdir. Sonra Şərqi Avropanın ən hündür nöqtəsi isə Qafqaz dağlarında Elbrusdur. Elbrus 5642 metr təşkil edir. Şərqi Avropada deməli Sankt Peterburg, Moskva, sonra Kiyev kimi böyük, yəni buradadır Sankt Peterburg, sonra Minsk kimi böyük şəhərlər yerləşir. Şərqi Avropanın ən böyük relyef forması Şərqi Avropa düzənliyidir. Bu düzənlikdə Orta Rusiya yüksəkliyi, Volqa boyu, Valday yüksəklikləri yerləşir. Sonra deməli bir də onu deyim ki, deməli fiord deyən kimi, fiord dar, dərin körfəzlər bura üçün götürülür, yəni Şimali Avropa üçün. Polder deyən kimi götürürük Niderlandın şimal dənizi sahillərini. Cənubi Avropa üçün isə karst relyef formaları səciyyəvidir. Karst yəni yeraltı suların yaratdığı relyef formalarıdır. Yəni ki, mağaralardan gedir söhbət. Burada ən böyük mağara, deməli bu hissədə Sloveniya dövləti var. Sloveniyada Postoynu mağarasıdır, burada yerləşir. Sonra testlərdə görəcəksiniz Matterhorn piki, o da Alp dağlarında yerləşir. Baxın, burada şəkli də var Matterhorn pikinin. Deməli, Şermat kurortunda yerləşir.
bu hissədə. Sonra aha, gəlin buradan baxaq. Skandinaviya yarımadası, Jutlandiya. Burada Danimarkanın özü yerləşir bu Jutlandiya yarımadasında. Burada isə Danimarkanın paytaxtı Kopenhagen şəhəri Zelandiya adasında yerləşir. Burada Britaniyadır, İrlandiya, Farer adası, İslandiya adası. Bu hissəyə testdə, atlasda yoxdur. Özünüz yazın. Britaniya yarımadası. Sonra burada Korsika, Sardiniya, Siciliya adaları. Hansı ki bu adada Etna vulkanı var idi. Apenində Vezuvi vulkanı. Sonra burada Balear adaları, Kirit, Kipir adaları, Krım yarımadası. Sonra bu hissədə baxın, Əndəlüsü də qeyd edin, atlasda yoxdur. Meseta yaylasında qeyd edin, İspaniyanın ərazisindədir. Sonra burada Dinar dağlarında veribdir, həmçinin Karpatın ən hündür nöqtəsi. Sonra Şərqi Avropa düzənliyində yerləşən düzənlikləri verib. Valday, Orta Rusiya, Volqa boyu. Türkiyənin şimalında Pont-Tavr dağları da burada görünür. Deməli, Avropanın relyefi ilə tanış olduq. İndi keçək Asiyanın relyefinə.